Necə elədi? Nə yazdınız ora? Bir maddə ilə hesab faktura nömrəsi yazdım. HF 26005 70521 HF 26 005 0. Aha. 70521. Baxın yazıram, amma mən arzu indi gəldim. Şu. Ayala. Boç. İndi ödə. Şu, ödədim budur. İndi bu uğurlu əməliyyatda 12 manat ödəndi. İndi gərək bu borc avtomatik olaraq çıxılacaqmı? Məsəl üçün yenə gəlirəm icbari sığorta bürosu. Müqavilənin illik qoşmasına əlavə yarat. Bağla. Burada yenə atəşgahı seçirəm. Müqavilələri gətir, işçiləri gətir. Amma görürsünüz, fraz avtomatik çıxıldı. Demək ki, o borc. Məlumatlar indi gələcək hər hansı bir dəyişiklik varsa, işçilərlə bağlı ola bilər ki, nəsə dəyişiklik varsa, amma burada çıxacaq. Yəni bir bankda da elədir. Müharibə daxil olsunuz. Aha. Görürsünüz dəyişiklik var. Özü avtomatik çıxartdı ki, bu işçidə maaş dəyişikliyi var. Yəni 400 manat idi 100 manat oldu. İndi əlavə et düyməsini bastırıq. İndi irəli düyməsini bastırıq. İndi burada görəcəksiniz ki, bu sığorta haqqı onda azalmalıdır. Sənədin qeydiyyatı bağla, sənəd qeydiyyata alındı. Burada deməli, nə edirik? Burada deməli, yeni pəncərədən açılır. Bunu eləyirik, basırıq, yeni pəncərədən açılır. Burada əməliyyatlarda emal edildi düyməsini basırıq. Və burada buttons nöqtəsini basırıq. Bu biraz əməliyyat 2-3 dəqiqə gedir, davam eləyir. Amma belə fırlanır, fırlanır. Fırlanandan sonra əlavə ödəniş planı çıxacaq. İndi bir də gözləyək, göstərəcəm o necə olur. Əlavə ödəniş planı çıxır və biz onu yenə də imzalayırıq və daha sonra qarşı tərəfə sığorta şirkətinə göndəririk və bizdə azalma olmalıdır. Çünki 400 manata görə mən sığorta haqqını ödəmişdim, indi maaşı azalıb deyil, mənə o hesablanan sığorta haqqının bir qismi geri qaytarılmalı. Yəni bəli. Ödəniş kimi geri qayıtmır da, balansınızda sadəcə Hə, oturur. balansımızda oturur. Gələn səfər hər hansı bir iş işə götürəndə sığorta haqqı ödəniləndə o avtomatik buradan əvəzləşdiriləcək. Bir də minimum əmək haqqı 400 manatdır, 100 manat. Baxın, bəzi şirkətlərdə işçilər 400 manat ki, tam ştatın minimal əmək haqqısıdır. Bəli, Yarım ştatın minimal əmək haqqısı 200 manatdır. Çünki 400 manatın yarısıdır. bəli. 1,4 4-də 10 biri. Hə. ştatın maaşı isə 400 manatı 1,4 hissəsidir. Bu da Hə, bu 100 manat. Bu nəsə burada gəldi bizə bildiriş. Bir də sığorta şirkətini dəyişmək istəsək, 1 ili tamamlamasını gözləməliyik də, elə ki, 1 il Ya gözləməlisiniz, ya da sığorta şirkətindən danışırsınız, onu ləğvə göndərirsiniz, ləğv elətdirirsiniz, o bu sığorta. icbari sığorta bürosunda eləmək mümkündür yoxsa? Eləmək olur, hə, olub elə. Amma lütfü gözləyib özünüzə əlavə iş artırmaqdansa elə şey. Amma görürsünüz, bu ücret şey oldu, emal edildi. Görürsünüz, məndə geri qaytarılacaq ödəniş sığorta haqqı minus 5 manat 86 qəpik oldu. Bəli. İndi mən bunu əlavənin ödəniş planını seçirəm. Demək, burada sığorta haqqı ödəniş qaydası. Bizim imkanımız var ki, məsələn, elə şirkətlər var ki, sığorta haqqı çox çıxır da, 1000 manat. Sən bunu Bəli. bir dəfə ödəyə bilmirsənsə, hissə-hissə ödəniş seçə bilərsən ki, mən məsəl üçün onu 4 dəfəyə ödəyimmi, 2 dəfəyə ödəyimmi və belə hallar olur. İl ərzində 2-3 dəfə ödəmək haqqı var. Bəziləri balaca olanda, az olanda, indi geri qaytarmada ümumiyyətlə hissə-hissə deyə bir şey yoxdur. Bir dəfəlik ödəniş, icra et düyməsini basırıq. Əməliyyat uğurlu icra edildi. Yox, bu deməli, axta getdi. Deməli, biz bunu indi o sənəd, deməli, burada təyin olunmalıdır. Bunu biz təyin etdik. Hə, bax, indi gördünüz, bu hesab faktura bizdə yaradıldı. Burada sırası da gəlir. Əlavə ödəniş planı təyin olunmalıdır. Biz bura basırıq. Gəldi belə bir bizim hesab fakturamız. İndi biz burada əməliyyatlar imzala. Özümüz asan imzamızla imzalayırıq bunu. Tak, pinki ilə. İmzalayandan sonra bu sənədi
imzalandı bu sənəd. İndi biz bunu imzaya göndərəcəyik. İşte biz də imzalandı. İndi biz bunu nə edirik? Qarşı tərəfə təsdiq üçün göndərək. Çox. Burada da icraçı şəxs özümüz seçirik də, yəni istənilən bir şəxs seçə bilərik. Yəni hansı sığortaçı ilə işləyiriksə, orada əməkdaşları orada. Məsələn, Orxanı seçirəm, göndər. Çox. Göndərildi, bitdi. İndi onlar imzalanandan sonra məndə o elə bil ki, gələcək mənim balansımda oturacaq.